Hicrətdən 18 il əvvəl Mədinədə bir uşaq dünyaya gəldi. Muaz ibn Cəbəl. O, Xəzrəc qəbiləsinin Bən-Udey qoluna mənsubu idi. Atası erkən yaşda vəfat etmiş, anası isə daha sonra Mədinənin tanınmış şəxslərindən olan Cüd ibn Qeys ilə ailə qurmuşdu. Muaz uşaqlıqdan ağıllı, ləyaqətli və elmə maraqlı bir uşaq kimi tanınırdı. Hələ 18 yaşı olarkən qəlbi İslama açıldı. O dövrdə Mədinəyə gələn Musab ibn Umeyr vasitəsilə iman nuru ilə tanış oldu və İslama könüldən bağlandı. Artıq o, yalnız bir gənc deyil, Allahın dininə könül vermiş bir mücahid idi. Yəsribə qayıtdıqdan sonra Muaz heç dayanmadan təbliğə başladı. Gecələr dostları ilə birlikdə bütləri sınırırdı. Xüsusilə Amr ibn Cərruh adlı şəxsin bütünü dəfələrlə zibilliyə atdı. Çünki əgər bir büt özünü belə qoruya bilmirsə, ilah ola bilməzdi. Bu qətiyyət Amr ibn Cəmuhun da İslama gəlməsinə səbəb oldu. Muaz sanki Həzrət İbrahim kimi tövhid mübarizəsi aparırdı. Rəsulullah sallallahu aleyhi və səlləm Mədinəyə hicrət etdikdən sonra Muaz ondan bir an belə ayrılmadı. Dini birbaşa Peyğəmbərdən öyrənirdi. Bəzən Rəsulullah onu öz mininin arxasına mindirər, birlikdə yol gedərdilər. Muaz ədəbi, zəkası və biliyi ilə Peyğəmbərin könlündə xüsusi yer qazanmışdı. Elə bu səbəbdən də Rəsulullah onun haqqında ümmətimin halal və haramı ən yaxşı biləni demişdi. Bədir döyüşündən başlayaraq demək olar ki, bütün döyüşlərdə iştirak etdi. Daim cəsarətli, fədakar və çalışqan idi. Məkkənin fəthindən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm onu orada qısa müddətə vali və Quran müəllimi olaraq təyin etdi. Lakin ondan sonra daha böyük bir vəzifə onu gözləyirdi. Yəmənə İslamı təbliğ etmək. Muaz Əbu Musa əl-Əşari ilə birlikdə Yəmənə qazı, zəkat məmuru və müəllim olaraq göndərildi. Yola çıxmazdan əvvəl Peyğəmbər onunla məşhur bir söhbət etdi. Sənə bir məsələ gəlsə, nə ilə hökm verərsən, deyə soruşdu. Muaz əvvəl Quranla, sonra sünnətlə, əgər onları tapa bilməsə, öz ictihadı ilə hökm verəcəyini bildirdi. Peyğəmbər sallallahu aleyhi və səlləm çox razı qaldı və Allah'a həmd etdi. Yəməndə İslamı yaymaq üçün gecə-gündüz çalışdı. İnsanlarla asanlıqla ünsiyyət qurur, müjdələyici davranır, işləri çətinləşdirmirdi. Qısa müddətdə xalqın sevgisini qazandı. Orada evləndi. Hətta özünü Peyğəmbər elan edən yalancı Əsvəd ələnisinin ortadan qaldırılmasına da rol oldu. Rəsulullahın vəfat xəbərini Yəməndə aldı. Göz yaşları içində Mədinəyə qayıtdı. Xəlifə Əbubəkr onu müşavir kimi yanında saxladı. Xəlifə Ömər də tez-tez onun elmi və fətvalarına müraciət etdi. Daha sonra elm öyrətməsi üçün Şam bölgəsinə göndərildi. Fələstinə gəldi, Quran tədris etdi. İnsanlara fətvalar verdi və İslamı anlatdı. Lakin qədər onu orada böyük bir imtahanla qarşılaşdırdı. Anvas vəbası. Ailəsi ilə birlikdə bu xəstəliyə yoluxdu. Təxminən 35 yaşında Qüds və Rəmli arasında yerləşən Anvas kəndində dünyasını dəyişdi. Muaz uzun boylu və əzəmətli bir şəxs idi. Bir ayağında axsaqlıq olsa da imanı dimdik idi. Gecə namazlarını buraxmaz, Quran oxuyar, yatarkən belə ibadətə qüvvətli qalxmaq üçün yatırdım, deyərdi. Səhabələr onu Həzrət İbrahimin əxlaqına bənzədirdilər. O, tək başına bir ümmət idi. Özündən Abdullah ibn Abbas, Abdullah ibn Ömər kimi böyük səhabələr elmi öyrəndi. Vəfatına yaxın belə dua etdiyi rəvayət olunur. Allahım, gecəni sənin rızanı qazanmaq üçün ayaq keçirdim. Gündüz isə sənin yolunda çalışdım. Artıq ruhumu al, çünki səndən başqa heç bir şey arzulamıram. Onun həyatı gənc yaşda böyük işlər görməyin mümkün olduğunu göstərən dəyərli bir nümunədir. Elmdə dərinliyi, əxlaqda gözəlliyi, təbliğdə cəsarəti ilə səhabə nəslinin ən parlaq ulduzlarından biri kimi tarixə düşdü. Allah bizləri də Muaz ibn Cəbəl kimi imanla yaşamağı, elmə əməl etməyi, əxlaqla bəzənməyi və Allaha haqqı ilə qulluq etməyi nəsib etsin. Amin.